Salam, hörmətli kanal izləyicilərim. Bir münasibət belə bir gözəl bir evimizdən mən tanışım. Evimiz yaşayışlı evdir. Evimiz qismən əşyasadır. İstəyir tam əşyada satıla bilər. Evimizdə 24 saat kamera müşahidəsidir. Kondisioneri var, kombisi var, mətbəx mebeli var. Əşyalar da var. İstəyir əşyalı, istəyir əşyasız satılır. Buradan mən sizə göstərdim. Gördüyünüz bax, bura məktəbdir, hörmətli kanal izləyicilərimiz. 6 nömrəli məktəbdir. Buradadır. Evimizin bax, birinci mərtəbəsini istəyə görə, yəni altı qaraj istəyə görə birinci mərtəbə obyekt eləyə bilərsiniz. Arzularınız öz asılıdır. Və yaxud ki, gəldiniz maşın məsələn geniş, hissəsi genişdir, gördünüz ki, maşın saxlanılır burada, arasında burada kamaz keçir. Bu sol tərəfində sağlasınız, yəni arasında maşın keçə bilir. Yolun genişliyi 12 metrədir. Kombisinin buradadır, görə bilərsiniz. İşləh vəziyyətdədir. İkinci mərtəbəsindən birinci növbədə çəkim göstərib, ondan sonra birinci mərtəbəsini evimizdə tanış edəcəm. Evimizdə 1, 2 sağlı ise bir otağımızdır. Solda ise evimizin mətbəxidir. Birinci evimizin qonaq otağı ilə mən tanış edin. Belə bir gözəl bir qonaq otağımız var. Burada gözəl bir pişiyimiz də var. Ev alanın üstündə pişi də hədiyyədir. Pəncərəsi birbaşa yola baxır. Reşotkan tərəfdən qoşadaşdı. Kombisi maşallah qaynardı. Bir də xatırım evimiz həm əşyalı, həm də əşyasız satılır. Pişiyimiz də ev satır. Evdə qismən əşyadır, kondisionerdir, kombidir, mətbəx mebeli bunlar qalacaq. Mən elə şeylər var ki, onlar da qalacaq hörmətli kanallarım. Tam əşyada satıla bilər. Alıcılarımız öz deyilən asılıdır. Burası evimizin mətbəxidir. Mətbəxin də pəncərəsi birbaşa yola, öz həyətinə baxır hörmətli kanal izləyicilərimiz. Burada belə bir gözəl bir yataq otağımız burada mövcuddur. Pəncərəsi qarşısını keçən bir maynə yoxdur, yola baxır. Baxa bilərsiniz. Və sonuncu yataq otağı ilə mən sizi tanış edim. Burası evimizin sonuncu yataq otağıdır. Burada da pəncərəsi, yəni bir də xatırladım, yola baxır. Yəni pəncərəsinin qarşısını keçən bir manevi yoxdur. Burada sol tərəfdə isə evimizin sanitariya qoşağıdır. Hal-hazırda olan çəkim mən sizə göstərə bilmirəm. İndi isə mən sizi birinci mərtəbəsindən tanış edim. Xatırladım ki, evimizdə domofondur, 24 saat kamera müşahidəsidir, qaz, su, işıq mərkəzi kanal sistemi, optik internet, hamısı bunlar qaydasında. Evində torpağın tam bir sənədləri var, hörmətli kanallardır, ipoteka yararlıdır. Qiymət sizə xatırladım ki, qismən əşyalı 70 bin manata evimiz satışa çıxıb sözsüz ki, real alıcılarına yeni bir endirim olacaq. Tam əşyalı evimizi əldə edə bilərsiniz, sözsüz qiymətində fərqlənmə olacaq. Burası evimizin birinci mərtəbəsidir. Gördüyünüz kimi yuxarısından birini döşənilib və üstü bağlanıb. Yəni sizə görə bax buradan obyekt düzəldə bilərsiniz. Alıcılarımız öz deyilən asılıdır. Buradan da solda da sağda da 2 dənə pəncərə var ki, sol tərəf yola baxır, sağ tərəf isə yarım metr məsafə saxlanılıb. Evimiz həqiqətən qoşadaşla tikilib, möhkəm tikili evimizdir. Burada görürük maşallah nə qədər əlavə əşyalar da bura yığılıb. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan birinci növbədə siz tanış ola biləsiniz.